Daha çox şey öyrəndikcə layihəmiz də böyüyür. Hazırki duruma qədər yaxşı davam etdiyimizi düşünürəm. Hazırda query hissəsinə diqqətlə baxsaq, burada 4 sorğunun olduğunu görərik. Lakin layihə davam etdikcə bir neçə sorğu və cədvəllər də yaradacaq. Bu səbəbdən də layihənin idarə etməsində müəyyən dəyişiklik etməyin zamanı gəlib. İlk olaraq query hissəsinə nəzər salaq. Əvvəlki dərslərdə biz errorlar üzərində çalışdıqda yeni bir qrupun yarandığını görmüşdük. O tip qruplar yaratmaq üçün query hissəsində sağ klik edərək New Group seçə bilərik. İndi bu qrupa yeni bir ad verək. Məsələn, qrupun adı Group 1 olsun. Description, yəni təsvirə hazırda ehtiyacımız yoxdur. Odur ki, bir şey yazmasaq da olar. Ok klik edək. Gördüyünüz kimi yeni Group 1 adlı qrupumuz yaranmış oldu. Burada Other Group isə Power BI Desktop tərəfindən avtomatik olaraq yaradıldı və həmin sorğular ora əlavə edildi. Həmin 4 sorğunu biz yeni qrupa əlavə etmək üçün 2 yoldan istifadə edə bilərik. İlk növbədə onu qeyd edim ki, Power BI Desktop'u web saytdan yükləmişsinizsə, sorğunu sadəcə seçib qrupa əlavə edə bilərsiniz. Məsəl üçün, ilk sorğunu mən tuturam və qrup 1-in üzərinə gətirirəm. Gördüyünüz kimi, qrup 1-ə əlavə edildi. Yox, əgər Microsoft App Store-dan Power BI Desktop'u yükləmişsinizsə, bu sizdə alınmayacaq. Bu, bəlkə də yazılımla bağlı bir problemdir. Ona görə də sadəcə sorğu üzərində sağ klik edirik və Move to Group deyirik. Buradan isə qrup 1-i seçirik. Gördüyünüz kimi, həmin sorğu da qrup 1-ə əlavə edildi. Digər 2 sorğunu da biz Ctrl vasitəsilə seçirik və qrup 1-in üzərinə gətiririk. Gördüyünüz kimi, 2 sorğu da qrup 1-ə əlavə edilmiş oldu. Onların yerini də mən dəyişə bilirəm və hal-hazırda query hissəsində müəyyən struktur yaranmış oldu. Hazırda Population adlı sorğuya gedərək sütunlarla bağlı müəyyən işlər görə bilərik. Population üzərində klik edirik. Gördüyünüz kimi müxtəlif sütunlarımız var. Məsələn, istənilən bir sütunun, ta ki Year adlı bir sütunu biz yerini dəyişmək istəyirik. Bunun üçün sadəcə mouse'un sol kliki ilə tutub digər bir qrupun üzərinə, sütunun üzərinə gətirə bilərik. Gördüyünüz kimi onun yeri dəyişdi və Gender, Age qrupla dəyişə bilərik. Həmçinin bu əməliyyatı biz Transform tabından Move vasitəsilə edə bilərik. Məsəl üçün, mən Left desəm, o soldakı sütunla yerini dəyişəcək və ya Right desəm, yenidən sağdakı sütunla yerini dəyişəcək. To End desəm, datasetin ən sonuna getmiş olacaq. Təbii ki, bunlar desktopda çalışarkən işləri müəyyən qədər asanlaşdıran kiçik əməliyyatlardır. Sıralama ilə bağlı yenidən sizə göstərməli olduğum bir şey var. Məsələn, burada Year sütununa filtr vasitəsilə bir sıralama tətbiq edək. Filtr işarəsinə gəlirəm. Buradan illərin çoxdan aza sıralanmasını istədiyim üçün Sort Descending deyirəm. Hal-hazırda əməliyyat davam edir. Bu bir neçə saniyə vaxtımızı ala bilər. Bəli, hazırda Year adlı sütunumuz Z-dən A-ya doğru, yəni çoxdan aza doğru sıralanmış oldu. Sonra isə biz Country adlı sütunun üzərinə gəlirik və bunu da A-dan Z-yə doğru sıralaya bilərik. Məsəl üçün, Sort Ascending desək, A-dan Z-yə doğru sıralanmış olacaq. Həmçinin Year adlı sütunun yanında filtr işarəsini də görürük, dəyişib, yəni ox aşağıdır. Çünki Sort Descending olduqda həmin simvol bu şəkildə olur. Country sütunun üzərində də sıralama əməliyyatı aparılır. Bu da həmçinin bir neçə saniyə vaxtınızı ala bilər. Bəli, hazırda Country adlı sütunumuz da sıralanmış oldu. Mən Country ilə Year adlı sütunun yerini dəyişirəm. Gördüyünüz kimi daha səliqəli bir şəkil aldı. Təbii ki, sıralama əməliyyatlarından da layihələrdə geniş istifadə olunur. Növbəti dərsdə görüşənədək.